ruhani, psixoloji məsləhət verə bilməzmi? Bu mövzu psixologiyanın fəlsəfədən ayrıldığı gündən aktualdır. Biri geoloqdur, ciddi fəlsəfi mövzuda fikirdir. Bir məktəbin yanlışlığını müəyyən eləmək istəyirsənsə, orada olan ziddiyyətlərə bax. Bəzən psixoloqlar görürəm ki, deyir ki, insanda azad seçim yoxdur. Sən niyə onda bu pullu təlimi keçirsən? Sən məni niyə motivasiya eləmək istəyirsən? Sən niyə fərdi inkişafdan danışırsan? Canini cəzalandıra bilməzsən. Niyə cəzalandırırsan? Cəmiyyəti cəzalandırmalıyıq əslində. Da Vinci-nin o şam yeməyi. Dini mövzunu bilməsən, bu şəkil sənə nə verəcək? Heç nə. Psixologiya olmayana qədər insanlar kimin yanına gedirdilər? Xoş gördük dostlar. Əslində olan layihəsinin növbəti buraxılışı ilə qarşınızdayıq və bugünkü qonağımız teoloq, yazıcı və psixoloq Rövşən Abdullaoğludur. Rövşən müəllim, xoş gəlmisiniz. Mən minnətdaram dəvətimizi qəbul edib bu layihədə iştirak etdiyiniz üçün. Rövşən müəllim, sizə bir mövzu haqqında istəyirəm ki, danışasınız. Bu sualın ünvanlayım sizə ki, son dövrlərin ən aktual məsələlərindən biridir və cəmiyyət arasında yetəri qədər müzakirə mövzusuna çevrilib bu məsələ. Ruhaniyyət və psixologiya. Ümumiyyətlə, son dövrdə toplum içində bəzi fərdlər tərəfindən belə bir iddia irəli sürülür ki, ruhani, yəni din alimi, teoloq ruhani, psixoloji məsləhət verə bilməz. Yəni, heç kimə, bir insana psixoloji məsləhət verə bilməz. Əgər bunu verirsə, bu çox yanlış bir iş görür. Mən bilmək istəyirdim, bu həqiqətən də doğrudur, yəni ümumiyyətlə bir ruhani, psixoloji məsləhət verə bilməzmi? Öncə nəyi deyim, bir ciddi məsələni deyim. Bizim ümumiyyətlə dünyada ən böyük problemlərdən biri hər şəxsin digər şəxsin mövzusuna müdaxilə etməyi. Yəni bir adam bioloqdur, müdaxilə eləyir, bir də görürsən fəlsəfi mövzulara, ciddi fəlsəfi mövzuda fikirdir. Və yaxud da ki, ilahiyyat mövzusunda başlayır bir fikir deməyə. Və yaxud da biri geoloqdur. Adam başlayır, nə bilim, fəlsəfi tarixindən danışır və Qərb və Şərq fəlsəfəsini müqayisə edir, Qərb fəlsəfəsinə bir üstünlük verir. Yəni sən adi fəlsəfə tarixi deyib üstündən keçmə. Sən oradakı olan düşüncələr, bir düşüncə digər filosofun düşüncəsində necə təsir edir. Bunu üçün yenə də filosof olmalısan. Yəni fəlsəfə tarixini yazmaq üçün sən yenə də bir fəlsəfi təhsilin, biliyin olmalıdır da. Bizim ən ciddi problemdir ki, çox insanlar öz ixtisası üzrə danışmırlar, fərqli sahələrdə danışırlar. Və yaxud da bir görsən, həkimdən gətirib Tanrı var, yoxsa yox mövzusunda fikir alırlar. Bu ola bilər güclü həkimdir, ancaq Tanrı mövzusunda bu ibtidai bir ilahiyyatçının bildiyi qədər bir məlumat bilmir axı, sən bu mövzuda danışırsan. Və yaxud da bəzən olur ki, mən bunu tez-tez qarşılaşırsan, adam fəlsəfə sahəsində bir təhsili yoxdur. Bir dəfə Cavad Amilinin belə bir fikri var. Ümumiyyətlə, o deyirdi ki, Cavad Amili ölümdən sonraki həyatda cismani məadı danır. Belə bir teoloji bir bəhs var. Cismani məadı danır. Və deyir ki, cismani məadı danmağının dəlili də onun kitablarında olan bu sözdür ki, insan dünyasını dəyişəndən sonra getdiyi aləmdə İbn Sina'dan gedir də. Yox, Cavad Amildən, Abdullah Cavad Amildən. İbn Sina'da da xatırladığım qədər buna oxşar bir mövzu var. Buna oxşar var, ancaq bu ifadə İbn Sina onu nəql əsasında qəbul edir. O deyir ki, din ki bunu deyir, mən də inanclı olduğuma görə mən qəbul edirəm. Ancaq fəlsəfi olaraq belə olmalıydı. Fəlsəfi olaraq o fəlsəfi qaydasında mən bunu sübut edə bilmirəm. Ancaq inanclıyam, dinimdə yazılıb ki, axirət maddidir. Yəni nə mənada? Orada bədənimizlə, yəni öləndən sonra bizim ruhumuz sağ qalacaq, bədənimiz olmayacaq, yoxsa həm ruhumuz olacaq, həm bədənimiz indiki aləmdəki kimi. Məsələn, bu aləmdə həm bədənimiz var, həm ruhumuz var. İndi mövzu budur da. İndi bir deyim, tamaşaçılar da bilsinlər söhbət nədən gedir. Öləndən sonra, dünyamızı dəyişəndən sonra ruh və bədənlə bir yerdə yaşayacağıq, yoxsa ancaq ruhumuz olacaq. Əgər desən ruh və bədənlə olacaq, buna deyirlər cismani məad. Əgər desən yalnız ruh qalacaq, bu ruhani məaddır. İbn Sina'nın ümumi fikirlərindən bu çıxır ki, yəni əqli qaydalar deyir ki, ruhani məad var. Ancaq dinim mənə deyir ki, yox da, orada fiziki məad da olacaq, yəni bədən də olacaq. Hər ikisi bir yerdə, ruh və bədən. Hər ikisi bir yerdə olacaq. Bu Mevraz mövzularında da bu fikirlər gəlir. Hələ əsas mövzuya girməmişik. Danışırıq, keçmişik başqa mövzuya. Və
İndi Cavad Amili bir əsərində deyib ki, bir neçə əsərlərində var ki, axirətdə maddə olmayacaq. Və bunu da bir adam oxuyub, fəlsəfə sahəsində təhsili yoxdur, ancaq mütaliə eləyir, araşdırma aparır və bu deyir ki, bax bu Cavadi dinə qarşı çıxır və dində fiziki və bədənlə olan məadı dini hədislər qəbul edir, ancaq bu dinsizcəsinə davranır. Çünki deyir ki, orada maddə olmayacaq. Mən ona bir dənə bu sözü dedim. Dedim, o maddə deyəndə sən nəyə başa düşmüsən? O deyir ki, maddə deyir, bu cisim. Deyirəm ki, fəlsəfi anlamda maddə cisim deyil. Yəni, substansa bölünür 5 hissəyə, indi bəziləri 4-ə bölünür, 1-ə bölünür. Ancaq İslam fəlsəfəsinə qəbul olunmuş tezis budur ki, 5 dənə substansa var. Bu da əqli isbat olunur. Onlardan biri maddədir. Maddə də bölünür ilk maddə, ikinci maddə. Bir də cisim. Cisim bundan fərqlidir. Yəni demək ki, maddə yoxdur, o demək deyil ki, orada cisim də olmayacaq. Cisim var. Cisim var. Bu adam demək istəyir ki, yəni orada maddə olmayacaq. Maddə nədir? Qısacası budur. Maddə dəyişikliklərə səbəb olur. Əgər desən ki, axirətdə maddə yoxdur, o deməkdir ki, orada olan cismi forma stabildir. Yəni sənin yaşın 30 yaşın varsa, 30 yaşın olacaq. Maddə elə bil qabdır da. Məsələn, bu stəkana deyirik maddə. Bunun içinə bir dəfə çay tökdüm, bir dəfə nə bilim portağal şirəsi tökdüm, bir dəfə alma şirəsi tökdüm. Maddə dəyişkəndir, cisim sabitdir. Yox, maddə sabitdir, maddə sabitdir. Bu qab sabitdir. Cisim deməkdir, surət dəyişkəndir. Yəni surət dəyişkən. Hə, bunun içinə fərqli surətlər gəlir. Bax, maddə bir növ necə deyim, o daha anlaşılan olsun. Xəmiri götürək də, hardasa xəmir kimi bir şeydir, müxtəlif formalara salırsan. O forma surət dəyişəndir. Əgər sən deyəndə ki, axirətdə maddə olmayacaq, bu o deməkdir ki, sən hansı surətdə, hansı yaşda, hansı formadasansa, elə qalacaqsan. Sənin dərəcən artmayacaq. Yəni orada xeyir və şər də yoxdur da. Sən gözəl işlə mənəvi tərəqqi eləyə bilməzsən. Yaşın stabildir. O stabillik ondan irəli gəlir ki, orada sənin dəyişkənliyə səbəb olacaq qabın yoxdur. Dəyişkənliyə səbəb olacaq sənin maddən yoxdur. O maddə bu fizikada olan maddə deyil, materiya deyil. Başqa bir şeydir. Deməli orada deyəndə ki, maddə olmayacaq, bu demək istəmir ki, cisim də olmayacaq. Çünki cisim bizə 3D-ni yaradan həqiqətdir. Bax, bizim o 3D-ni yaradan uzunluq, enlilik, o dərinlik, bütün onu yaradan o cisim həqiqətimizdir. Əgər desəydi cisim də olmayacaq, onda deyərdik ki, bu ona inanır ki, orada ümumiyyətlə fiziki heç bir xüsusiyyətimiz olmayacaq. Ancaq adam onu demir də. Yəni maddə yoxdur deməklə bu o başa salmaq istəyir fəlsəfi dillə ki, orada inkişaf, tərəqqi, yüksəlmək, ölmək, qocalmaq bu şeylər olmayacaq. Standart. Standart da, yəni nə cür qalmısansa o cür. Xəstəlik olmayacaq, bir dəfə sağlamsan bir dənə. Bu şeylər olmayacaq. Bədənin böyüməyəcək, kiçilməyəcək. Yəni o aləmdə bir astral aləm deyək və yaxud da başqa bir aləm, bu aləmlər bir-birinin üstündədir də. Yuxarıya doğru qalxdıqca daha mürəkkəblikdən uzaqlaşırıq. Daha sadələşirik, tərkib aradan gedir. Gələk əvvəldə verilən suala. İlahiyyatçı və psixoloji məsləhət verə bilər. İlahiyyatçı və psixoloq. Bunların mövzuları nədir? Bunların mövzuları eynidir. İlahiyyatçı ona ruh deyir, psixoloq ona deyir psixika. Ancaq hər ikisi bu mövzudan danışırlar. Eyni mövzudan danışırlar. Və bu mövzu ki, ilahiyyatçı və psixoloqun sərhədləri hardadır, bir-birinin işinə müdaxilə edə bilərlərmi? Bu yeni bir mövzu deyil. Bu mövzu psixologiyanın fəlsəfədən ayrıldığı gündən aktualdır. Yəni 19-cu əsrin ikinci yarısından bu mövzu artıq aktualdır. Bu sahədə psixoloqlar, psixiatrlar, filosoflar hərəsi qolunu çirmələyib, ilahiyyatçılar da bir tərəfdən fərqli fikirlər deyiblər. Və onu da deyim ki, 19-cu əsrin ikinci yarısına qədər psixoloji mövzular fəlsəfənin kontekstində izah olunurdu. Yəni, məsələn, bir psixoloq psixologiyanın tarixi dərsliyini oxuyanda ona Aristoteldən danışırlar, Platonun fikirlərindən danışırlar, dualizmdən danışırlar. Və psixologiyanın tarixində Aristoteldən niyə danışırıq? İlk psixoloq kimi niyə təqdim olunur? Ona görə ki, Aristotel və ondan sonraki mütəfəkkirlər psixoloji mövzulara fəlsəfə kontekstində baxıblar. Və psixologiyada olan, məsələn, biz azadıq yoxsa yox,
psixologiyanın fundamental bir mövzusudur. Əgər biz azad deyiliksə, seçimlərimizdə ixtiyar sahibi deyiliksə, sən fəlsəfə kitabını bağla, qoy kənara. Yəni sən hansı travma ilə dünyaya gəlmisən, hansısa bir problemin varsa, bu problemi sən artıq heç cür həll edə bilməyəcəksən. Və faciə də nədir? Mən bəzən psixoloqlar görürəm ki, danışır, orada deyir ki, insanda azad seçim yoxdur. Yaxud da bir dəfə biri mənə sual verir, dedi ki, bir fərdi inkişaf təlimi idi. Onların təlimində eşitdik ki, deyir ki, insan ətraf mühitin məhsuludur. Və bizdə iradə azadlığı yoxdur və bizi ətraf mühit idarə eləyir də. Neuroelmin bu dəqiqə davamçıları var, Türkiyədə çox aktualdır. Onlar bunun üzərində dururlar və mən deyirəm ki, bu faciədir. Ümumiyyətlə həmin adama demək lazımdır ki, sən niyə onda bu pullu təlimi keçirsən? Yəni nə etmək istəyirsən? Təsir olmayacaq. Təsiri yoxdur da. Mən necəyəmsə, sən məni niyə motivasiya eləmək istəyirsən? Sən niyə fərdi inkişafdan danışırsan? Yəni inkişaf varsa, sən avtomatik önfərz olaraq qəbul etmirsən ki, insan iradəli varlıqdır və ətraf mühitin məhsulu deyil. Bu önəmlidir. Bir dəfə Türkiyənin çox tanınmış bir belə deyim də bir uzmanıdır. Bunun bir təlimi var. Bu neyrobilimdə çox tanınmış bir şəxsdir və universitetlərdə adam dərs deyir, çıxış eləyir. Orada qayıtdı belə bir söz dedi. Dedi ki, bizi ətraf mühit formalaşdırır və bizim neyronları, sinir sistemini biz araşdıranda biz baxıb görürük ki, orada olan sinapsaları, neyronları, orada olan şaxələnmə bir qismi anadan gəlmə olur, bir qismi də ətraf mühitin təsiri ilə olur. Əgər sən ətraf mühitdə necə görmüsənsə, sən o cür yaşayırsan. Bunu biz nəslimizdən götürmüşük, babalarımız filan kəsdən götürüb. Sistem bu cür qurulur da xülasə və ona görə burada azad seçimdən danışmağın mənası yoxdur və bizim iradəmiz yoxdur. Bunu dedi. Nəsə bizim də o məntiqi zehnimiz bu cürdür də. Yəni ümumiyyətlə bir təlimin, bir məktəbin yanlışlığını müəyyən eləmək istəyirsənsə, orada olan ziddiyyətlərə bax. Və onunla Quranın da tezisi budur da. Nəyə görə iddia eləyir ki, məndə bir dənə ziddiyyət tapsaz, onda yəni nə deyirsiniz deyin də, belə deyək. Bu müddəanı irəli sürür. Çünki insan zehni məhsulunda həmişə bir-birinə zidd fikirlərdir. Nəsə bu təlim bunu dedi, sonra təlimin bir yerində qayıdıb deyir ki, bax ona görə əgər savadlı alim olmaq istəyirsinizsə, alimlərlə oturun, durun, faydalı kitablar oxuyun. Yox, əgər istəyirsiniz, yəni zehniniz inkişaf eləməsin, bəsit bir insan olasınız, sadə bir həyatınız olsun, onda deyir bu cür, yəni sadə insanlarla həyat keçirin, çayxanalarda yaşayın, çayxanalarda olun. Başladı bu cür bir tövsiyə xarakterli söz dedi. Burada həmin adamın qolundan tutursan. Sənin əvvəl dediyin nə idi, indi dediyin nədir? Sən ki əvvəldə düşün, iradə yoxdur, biz yəni azad seçim yoxdur, biz artıq necə proqramlaşdırılmışıqsa o cür gedirik, biz beyin, neyronlar bizi idarə eləyir. Sonra da niyə bu tövsiyəni verirsən? Sən nəyə görə cəmiyyəti yaxşı olmaq üçün onlara yol göstərirsən? Deyirsən ki, inkişaf eləmək üçün bu cür çalışın. Əgər istəyirsən sənin 3-cü, 4-cü nəslin dahi olsun, indidən sən özün dahi olmaq üçün çalışmalısan. Övladın üçün yəni bir kitab verməlisən, onu sərmayə qoymalısan, universitetə göndərməlisən. Və adam bu tövsiyəni verir. Adam bu danışığında olan paradoksu anlamayıb. Bax, iradə mövzusu bunun mövzusu deyil. Bu yenə də fəlsəfi bir mövzudur. Adam öz sahəsindən kənarda danışanda ayağı tez-tez dolaşır. Və orada danışdığı bu söz nədir? Əvvəl dediyi söz nədir? Bu əslində iradə azadlığıdır. Sən cəmaatı deyirsən. Cəmaat əgər iradəsi əlində deyilsə, sən ona deyə bilməzsən ki, get yaxşı adam ol. Sən canini cəzalandıra bilməzsən. Niyə cəzalandırırsan? Bu cəmiyyət bunu eləyib. Neyronları bunu bu cür eləyib. Adam bu cür dünyaya gəlir. Cəmiyyəti cəzalandırmalıyıq əslində. Və ya da genetik determinizm var. Adam DNT necə bizim psixologiyamızı, nə bilim, fiziologiyamızı formalaşdırırsa, eyni zamanda bizim xarakterimizi də tam formalaşdırır və bu kontekstdən kənara çıxa bilməzsən. Buna da genetik determinizm. Sənin kodunda, genetik kodunda nə yazılıbsa, həyatında sən onu gedirsən. Canı orada kodlaşıbsa, sən canlı olacaqsan. Onda sənin bu qədər elmin inkişafı, bu qədər hüquq sistemi, haqları qoruyuruq, onun nə mənası var? Hamısı mənasızdır. Hansı mənası olur? Bu yenə də fəlsəfi mövzudur. Adam görsən fəlsəfə gedir. 19-cu ikinci yarısından fəlsəfədən psixologiya ayrıldığı bir elm formasında fəaliyyət göstərməyə başladı. O dövrdən artıq psixoloqlar başladılar fikir deməyə. İlk fikir deyən Sigmund Freud oldu. Sigmund Freud dedi ki,
və bu kontekstdə mövzunu ələ alırdılar. Din, psixologiya din üçün təhlükəlidirmi? Dindarlarda da narahatçılıq yarandı. Çünki yeni elmdir. Psixologiya din üçün təhlükəlidirmi? İndi AI deyirlər. Hansı sahələrə təhlükəlidir, insanlıq üçün təhlükəlidir. Adaptasiya olandan sonra hər şey yerinə oturacaq. O vaxtda da yeni elm yaranıb. İlahiyyatçılar gördü ki, dünənə kimi bunların məşğul olduğu mövzuda bir dənə elm peyda olub. Və bir tip insanlar peyda olub. Bunlar keşiş deyirlər, bunlar ruhani deyirlər. Bu mövzuda bunlar söz deyirlər. Bizim sahəmizə giriblər. O vaxt ilahiyyatçılar başladı narahat olmağa və dedilər ki, din bizim üçün təhlükəlidir. Bəziləri deyir, təhlükəli deyil. Psixoloqlar da bu tərəfdən axı təzə bir peşə yaranıb. Bunlar da dedi ki, burada keşişlər də var. Ruhanilər də var. Bunlar da bizim sahədə danışırlar. Ümumiyyətlə siz burada nə edirsiniz? Bu bizim sahəmizdir. Bunlar başladılar, girdilər bir-birinə. Sigmund Freud nə dedi? Freud dedi ki, din ümumiyyətlə bu şiddətli bir nevrozdur. Bu şuur altında yatmış qorxuların, təşvişlərin üzə çıxması din formasında çıxır. Tanrı nədir? Tanrı əslində bu bir proyeksiyadır. Sənin hansısa bir hisslərini yönəldirsən Tanrıya. Biz bu ayaqları bunlardan danışdıq. Bunlar da o tərəfdə belə danışırlar. Bunlar da dedi ki, əslində yox, bu mövzular hamısı dini ona görə uydurublar ki, insanlar bu problemlərindən çarə axtarır və elm inkişaf elədikcə insan hiss eləyəcək ki, din bir dənə rudimentdir. Bu artıq öz funksiyasını itirib, bunu kəsib tullamaq lazımdır. Düzdür, indi bunu da deyim, bəzən mən bir şeyləri danışıram, adamlar deyir ki, bu fikir deyəsən bu adam təsdiqləmək istəyir. Əslində bir dənə bunu deyim, indi bəzilərini danışdıq, artıq dindən də çıxartdıq da bu sözlərlə. Əslində onun dediyi kimi olmadı da. Çünki elm nə qədər inkişaf eləyəndə yenə də elə dahi təcrübə elmin adamları peyda oldu ki, həm keçmişdə də vardı, indi də var. İnancılı insanlardır. Deməli, elmi səviyyə və IQ inkişaf eləməklə insan dindən uzaqlaşmadı. Daha da dinə getdi, yəni elə dindən tutdu və indiyənə kimi din də aradan getmədi. Və daha da şiddətlənir və Amerika özü ən çox statistik göstəriciyə görə inancılı insanların yaşadığı yerdir. Siyasi xadimlərdən tutmuş təcrübə alimlərə qədər. Ancaq yenə də inancılılar. Və Freud başladı peyğəmbərlərin bir psixoanalizə məruz qoydu, onların problemlərini başladı araşdırmağa və o dedi ki, əslində dini qoymaq lazımdır kənara. Din əslində bu elm üçün təhlükədir və yalnız ciddi elm bu psixologiyadır, psixiatriyadır. Bu tərəfdən biz başqa adamları görürük. Məsələn, biz görürük Erik Fromm kimi adamı. Bunun bir əsəri var, Psixoanaliz və din. Bəli. Psixoanaliz və dində artıq bu qənaətə gəldi ki, yox, elə də deyil. Ümumiyyətlə, din və psixologiya əl-ələ verməlidir. Və din bəzi mövzuları həll eləyir ki, onu psixoloq həll eləyə bilmir. Və dindən yəni düzgün istifadə olunsa, bu əslində bir dənə də çarədir və deyir, dinin bizə faydası həyatda öz yerini tapmaq, həyatda bir məna. Bu cür mövzularda, yəni bu psixoloqun işi deyil də, bu psixoanalizin də işidir, bu ilahiyyatçının işidir. Erik Fromm'un yanaşmasında din psixologiyaya düşmən deyil, psixologiya da dinə düşmən deyil də. Yəni bunlar hərə öz yerində ağırdır və bunların bir-birinə faydası ola bilər və o dedi ki, din faydalı ola bilər. Erik Fromm bunu dedi. Sonra Carl Gustav Jung'un da bir əsəri var, o psixologiya və din. Psixologiya və dində Carl Gustav Jung daha irəli getdi. Orada hətta belə bir ifadə var, deyir ki, din və elm bunlar düşmən deyil və dedi ki, dünənə qədər, yəni psixologiya olana qədər əslində keşişlər bizim işləri görürdülər və onların ruh adı ilə müalicə eləməyə çalışdıqları bir mövzuya bizlər psixika adı ilə toxunuruq. Yəni eyni obyektdən danışırıq. Biri ruh deyir, biri psixika deyir. Və sonra o qayıtdı dedi ki, və din əslində insanın şuursuzluğunda olan arxetiplərin üzə çıxmağıdır. Yəni din deyir, rudiment deyil, bu sağlam insanın içindən üzə çıxan ruhun və psixikanın dərinliklərində olan ehtiyacdır. Ya sən bunun əlindən ala bilməzsən də. Bu bir arxetipdir, şuursuzluqda yerləşir və bununla insan o özünü ifadə eləyir və bu reallıqdır. Və Carl Gustav dini ciddi şəkildə dəstəklədi. Yəni dedi ki, əslində psixoloq və ilahiyyatçı bir-birinə dəstək verməlidir. Albert Ellis'in də burada bir maraqlı fikri var. Albert Ellis bu mövzu ətrafında bu sualı qoyur. Deyir ki, ümumiyyətlə
sən bütün problemində psixoloqun yanına getməlisənmi? Qayıdır belə bir şey deyir. Deyir ki, psixologiya olmayana qədər insanlar kimin yanına gedirdilər? Ruhanın yanına. Deyir, ruhaninin yanına gedirdilər ailə ağsaqqalının yanına, hansı müdrikin yanına da. Deyir ki, yəni psixologiya olmayana qədər də insanlar necə yaşayırlar? Həll olur da problem. Yəni məsələ həll olur. Düzdür, o demək deyil ki, psixologiya önəmsizdir. Yəni psixologiya sahəsində elə inkişaflar var ki, ona əməl olunsa cəmiyyət və fərdi ictimaiyyət çox irəli gedər. Amma məhdudiyyət də qoyula bilməz də. Məsələn, ruhani heç vaxt bir İndi ona məsləhət verə bilməz. İndi ona gələcəm. Yəni mən ümumi bu bir tarixi bir inkişafı da danışıram ki, tablo tamaşaçılar üçün aydın olsun. Albert Ellis dedi ki, yəni bir çox psixoloji problemləri keşiş həll eləyirdi. El ağsaqqalı həll eləyirdi, müdrik insan həll eləyirdi. Ailədə atan həll eləyirdi, anan həll eləyirdi. Ağlayaraq anavın üstünə gəlirdi. O deyirdi, yaxşı olacaq, mən sənin arxandayam bala, niyə narahat olursan? Bu bir sadə psixoloji affirmasiyadır. Özünə güvən. Yəni səndə alınacaq. Bu nə deməkdir? Bu əslində bir psixoloji bir metoddur. Valideynlərimiz bilmədən tətbiq eləyirlər. Laylalarda olan bəzi mövzular və ya da nağıllar, bəzi nağıllar bərbaddır heç. Ancaq o nağıllarda olan qəhrəmanlar bu əslində hekayə ilə terapiyadır. Yəni bu baza şəklində cəmiyyət bu psixoloji qaydaları tətbiq edib. İndi gələk əsas suala. Yəni bu mövzunu danışdıq. İlahiyyatçı və psixoloq. İlahiyyatçı və psixoloq hər ikisi eyni predmetdən danışır. O insan psixikasıdır. Sadəcə olaraq başqa-başqa rakurslardan. Psixoloq psixikadan danışır bu formada. Yəni psixologiya nəyi öyrənir? Bu insan psixikasını öyrənir. O psixikanın davranışımıza təsirini öyrənir, insanın emosiyalarını öyrənir, davranışlarımızın arxasında olan emosiyaları öyrənir, buna təsir edən fikirləri öyrənir. İnsan psixikasının problemlərini öyrənir, sindromlarını öyrənir, onu müalicə eləmə, terapiya eləmə formalarını öyrənir və bu formada araşdırma aparır. Və həmçinin insan cəmiyyətə necə adaptasiya olur, niyə adaptasiya olmur? Bunu araşdırır, cəmiyyətin bizim psixikamıza təsirlərini öyrənir. İndi bu dəqiqə iqtisadiyyat psixologiyası var. Müştərini necə cəlb eləyəsən, marketinqi düzgün necə qurasan, rəylər insanlara necə təsir elədi, sözlər necə təsir elədi, hansı psixoloji metodlarla hansı məhsulu sata bilərsən və ilaxır. Bu psixikanın bu tərəfdən öyrənir. İlahiyyatçı nəyi öyrənir? İlahiyyatçı psixikaya ruh deyir. Ruh mənəvi və daxili harmoniya tərəfdən öyrənir. Və ilahiyyatçı artıq psixoloji sindromdan danışmır və yaxud da şuur altında yatan travmaların, nə bilim, sosial tərəflərindən danışmır. Deməli, ilahiyyatçı da öz işini görür. Ancaq psixoloqun işinə girmədən və yaxud da ki, marketinqdə psixoloji trüklərdən necə istifadə eləyəsən, ilahiyyatçı ondan danışmır. İlahiyyatçı da eyni obyektdən danışır. Elə bir ki, bir var, sən danışırsan bu çayın tərkibindən, bir də sən bunun estetik tərəfindən danışırsan. Hər ikisi danışa bilərmi? Yəni bu çayın kimyəvi tərkibindən danışan kimyaçı deyə bilməz ki, bu estetik tərəfindən danışan bu incəsənət xadimi bundan danışa bilməz. Çünki bu çaydan mən danışıram. Yox, sən danışdığın cəhət başqadır, mən danışdığım cəhət başqadır. İlahiyyatçı nə danışır? İlahiyyatçı bundan danışır. O da emosiyadan danışır. Ancaq emosiyanı rəzalət və fəzilətə bölür. Psixologiyada belə bir bölgü yoxdur. İçimizdə olan hisslərdən danışır. Bu hisslə bunu biz səhv salırıq. Bundan danışır. Ancaq emosiyanın destruktiv və konstruktivdən danışır. Hansı bizim həyatımıza təsir edir. İlahiyyatçı isə bunun axirəvi təsirlərindən danışır. Şəxsiyyətimizə, mənəviyyatımıza olan təsirindən danışır. Daxili ruhani harmoniyanı necə yaratmaq lazımdır? Eyni psixikadan bu kontekstdə danışır. Günah anlayışından danışır və günahın insan ruhuna, psixikasına olan mənəvi təsirindən danışır. Eyni həmən davranışdan, məsələn, yalan və yaxud da ki, nəsə başqa bir ictimai destruktiv davranışdan psixoloq öz tərəfindən danışır. İlahiyyatçı tamam ruhani, yəni ilahiyyatçının danışdığı mövzudan psixoloq danışa bilməz. Psixoloqun danışdığı o tərəflərdən də bu danışa bilməz. Yaxşı, müştəri mövzuları varmı? Məsələn, ilahiyyatçı travmadan danışa bilərmi? Günahkarlıq sindromundan danışa bilərmi? Danışa bilər. Ancaq psixoloq başqa tərəfdən danışacaq. Ruhani ayrı tərəf. Ruhani başqa tərəfdən. Məsələn, günahkarlıq sindromu var. Bu sualı ilahiyyatçıya verin.
O deyəcək ki, insan Rəbbi ilə öz arasında hansısa ilahi qaydalar var. Onu pozur, ondan sonra günahkarlıq hissi yaranır. Psixoloqdan soruşun. Psixoloq günahkarlıq hissi mənəvi tərəfdən necə yarandı, niyə yarandı, onu deməyəcək. Onu sırf psixoloji proseslər tərəfindən öz baxışından araşdıracaq. Ancaq bu iş günahdırmı? Qəlbdə qaralıq yaratdımı? Ruhani tərəfdən necə bir təsir elədi? Psixoloq o mövzuları bilmir. O mövzulara girməyəcək. İndi ruhaniyə deyirsən ki, mənim içimdə günahkarlıq hissi vardı. Mən bu hissdən necə qurtulum? Ruhani nə deyəcək? Deyəcək, get tövbə elə. Allahla öz aranı düzəlt. Psixologiyadan danışır. Danışa bilməzmi? Danışır. Çünki bunun sahəsidir və bu da bu kontekstdə danışır. İnsan və Rəbb kontekstində. İnsan, ruh, Rəbb kontekstində danışa bilər. Tövbə, adam gedir tövbə edir ki, aramlıq tapır. Yəni bu kontekstdə danışdı. Sən indi gəl... Yəni məsləhətin faydası var da. Yəni bu öz sahəsində danışır, təbii ki, danışa bilər. İndi psixoloqa sən desən günahkarlıq hissi var. O sənə get tövbə elə, Allahla arağı danış. Bunu həll eləməyəcək. Bu sadəcə olaraq o mövzuya öz tərəfindən yanaşacaq. Bəzən psixoloqlar, ruhanilər o mövzuda danışanda elə bilirlər ki, bunların sahəsinə girirlər və yaxud da nə bilim, bunların çörəyini onların əlindən alırlar. Bu öz sahəsinə uyğun danışır və düz də danışır. Çünki bu öz tərəfindən danışır. Bu gəlib terapiya eləmir. Bax, əgər bir ilahiyyatçı başlasa bir psixoterapiya ilə məşğul olmağa, o sahədə təhsili olmadığı halda, almayıb, ilahiyyatçı var, psixologiyanı oxuyub və yenə də ona o səlahiyyət verilir, həm hüquqi, həm mənəvi. Ancaq başlasa psixoterapiyadan danışmağa, başlasa nə bilim dərman yazmağa, psixiatrların işlərini görməyə çalışsa, onda deyirlər ki, yox, ilahiyyatçı burada öz xəttini, cizgisini aşdı. Ancaq deyilən mövzuda zaten din danışıb. Din əxlaqında zaten bu mövzulardan danışıb. Əxlaqi rəzalətlərdən danışıb. Ruhun mənəvi immunitetindən danışıb. Ruha təsir edəcək hansısa davranışların mənəvi təsirindən danışıb. İlahiyyatçı da öz sahəsində danışır. Ona görə bu malı qatmaq lazım deyil də. Bu bəzən belə deyim də bir mövzunu tam ayıra bilməmək və təhsilin çox şaxəli olmamağından irəli gəlir. Ona görə bəzən mövzuları tuta bilmirlər. Elə bilirlər ki, bu oradan psixika ruhani deyə bilərmi? Deyə bilər. Ruha indi psixika deyir. Travma deyə bilərmi? Deyə bilər. Yəni psixoloqun istifadə elədiyi terminlər belə istifadə etməyinin heç bir təhlükəsi yoxdur, o şeyləri deyil. Bir də psixologiyanın bütün elmlərdə var da, hər elmin aksioması var. Bir ilahiyyatçı psixologiyada qəbul olunmuş hansısa bir aksiyomları, bir fikirləri özü üçün istifadə də eləyə bilər. Məsələn, bir ruhani, bir ilahiyyatçı, psixoloji, ixtisası psixoloq deyil, bir psixoloji kitab oxuyur. Orada baxıb görür ki, məsələn, Erich Fromm'un hansı bir fikirləri var, orada hansı psixoloji nəzəriyyələr var, orada hansı travmalardan danışıb. O fikirləri götürüb sitat kimi əsaslanaraq öz çıxışlarında da istifadə edir. Çarə tapır da, belə deyək də, bir problemlə qarşılaşır, çarəni tapır oradan. O problem. Necə ki, bizlər, mən məsələn, kvant mexanikası üzrə mütəxəssis deyiləm, ancaq hansısa çıxışda oradan bir sitat gətirə bilərəm. Einstein belə dedi, nə bilim. Hansısa mütəxəssisə əsaslanaraq. O da problem deyil. Yəni deməli, orada terminlərdən, orada olan qaydalardan da istifadə eləyə bilər. Əgər terapiya ilə məşğul olsa, əgər başlasa orada bir psixiatrın, bir psixoloqun ixtisasına xas olan spesifik davranışlar göstərməyə və yaxud da akademik o sahədə bir fikirlər, nəzəriyyələr irəli sürməyə, onda deyirik ki, ilahiyyatçı tamam başqa bir sahəyə girişdi. Ancaq o dediyim kontekstdə sən hədisləri oxuyaq, Quranı oxuyaq, elə biləcək, bir psixoloq ora baxsa, deyəcək ki, burada psixologiyadan danışır. Məsələn, Həzrət Əlinin kognitiv davranış terapiyasında olan bir mövzu var, ona toxunur, qorxunun üstünə getməklə bağlı. Sən getsən, həmişə qorxu sənin üstünə düşəcək, o qorxunu sən icra eləmək, onun üstünə get. Yəni sən onun üstünə getməklə düşüncəndə artıq o təhlükə siqnalı səndə sönür. İndi biz deyək ki, Həzrət Əli bunu eləyə bilməz və yaxud da bir ilahiyyatçı Həzrət Əlinin bu fikrini gətirib minbərdən desə və yaxud da bir çıxışlarında bunu istifadə eləsə, bir psixoloq deyə bilməz ki, bu fikri demək üçün sən gərək Sibiçini oxuyasan, ondan sonra bu sözü deyəsən də. Burada bir də ki, bu biraz ideoloji məsələdir. Yəni sənin əgər inancın yoxdursa, sən
ilahiyyatçının bütün sözlərinə deyəcəksən ki, bu barədə danışmasın Bəli. və onun sözlərinə bir ön yarğı ilə Tək yanaşacaqsan. problem psixologiya deyil. Tək problem psixologiya deyil. Və bir tərəfdən ilahiyyatçı buna necə baxır? İlahiyyatçı yaxşı belə bir şey deyək, bir fikir əgər ümumiyyətlə psixologiya fikri bir psixoloji nəzəriyyə ilə ilahiyyatda olan nəzəriyyə ziddiyyət təşkil edə bilərmi? Xeyr, təşkil edə bilməz. Çünki hərəsinin öz sahəsi var. Yaxşı, əgər bir psixoloq bəzən o nəzəriyyədən ilahiyyatçının sahəsinə girir. Yəni daha çox zərbələr bir də görsən o birisi tərəfdən gəlir də. Yəni bir psixiatr ekzistensial mövzularda fikir deyir, teoloji mövzularda başlayır fikir deyir və yaxud da ki bir neyrobilimçi, neyroxirurq beyində hansısa əməliyyat zamanı ruhu görmür, deyir ki, əməliyyatda mən ruhu görmədim. Yəni o tərəfdən görürsən ki, daha çox belə keçmələr olur da. Ancaq ümumi olaraq, yəni dediyim kimi də hədislərə baxsaq biz bir də ki bu inanc kontekstindən baxanda ilahiyyatçı bu cür düşünür. Bütün kainatı yaradan Allahdır. Bu dini hökmlər, bu Quran ayəsi, bu dini ədəbiyyat Allahın sözüdür, Allahın iradəsidir. Orada da yanlış ola bilməz. Yəni oradan bir dənə qayda varsa, deməli o qayda bizim mənəviyyatımıza doğrudan da təsir edir. Yəni buna görə bir ilahiyyatçıdan sən soruşmağın da düzgün deyil ki. Ən yaxşı psixoloq Allahın özüdür də. Bizi yaratdığına görə bizə ən çox bələd olan odur. Ona görə bəzən deyirəm ki, bu ikisi arasında olan problemi həll etmək üçün sən gərək kökə qayıdasan. Bəli. Yəni bir psixoloq əgər ateistdirsə, o ilahiyyatçı ilə heç bir zaman o kompromisə gələ bilməyəcək. Çünki psixologiyanın nəzəriyyələri daxı, yəni dəyişkəndir. Fərqli eyni mövzuda fərqli fikirlər var, fərqli araşdırmalar var. İnanclı bir tərəfi götürəcək, inancına uyğun olan tərəfi, inanclı psixoloq. İnancsız ateist psixoloq başqa modelləri istifadə edir. Məsələn, Viktor Emil Frankl'ın logoterapiyasını ateist insan çox vaxt istifadə eləməyəcək. İstifadə eləsə də özünə uyğun formada istifadə edəcək. Carl Gustav Jung'un arxetipinin özünə zid olan mövzularına o girməyəcək. Çünki o onu qəbul eləmir. İnancı orada başqa bir sözlər deyir. Ona görə onlar yenə də kökə qayıtmalıdır Tanrı mövzusuna. Orada məsələ həll olunmalıdır. Sonra artıq aşağı düşülməlidir. Bilmirəm, bu aydın oldu bu yeri. Tam aydın oldu. Tam aydın oldu məncə. Mürtəza Mütəhhəri ilahiyyatçılara bir neçə peşəni tövsiyə eləyir. Bir neçə sahəni oxumağı tövsiyə eləyir. Onlardan biri psixologiya, biri də xarici dil öyrənsinlər. Çünki bu ikisi də bir ilahiyyatçı üçün lazımdır. Psixologiya insanın psixikasını öyrədir. Xarici dil bunu intellektual inkişaf elətdirir. Bir də ki, sən yalnız öz dilin daşıyıcılarına bu həqiqətləri çatdırmalı deyilsən də, sən başqa dilləri də öyrənməlisən və o dilin daşıyıcılarına da bu fikirləri, həqiqətləri çatdırmalısan. Və ümumiyyətlə bəzi sahələr var ki, bunlar iç-içədir və o sahə ilə məşğul olan bir peşəkar mütləq olaraq onu ilə əlaqəli sahələri də öyrənməlidir. Məsələn, ilahiyyatçı. Bir insanın yaxşı ilahiyyatçı olmağı üçün bu mütləq olaraq psixologiyada oxumalıdır. Həm psixoloji prosesləri adam yaxşı bilmiş olacaq. Digər tərəfdən psixikanın mənəvi tərəfini də bilmiş olacaq. Çünki zaten ilahiyyat təhsili ruhaninin bilməli olduğu mövzulardan. Ruhaninin bildiyi bir mövzu. Psixologiyanı da mütləq bilməlidir. Çünki o oxuduğu dini ədəbiyyatı da yaxşı anlamağına səbəb olacaq. Çünki orada bəzən olur ki, bir hədisdə, bir Quran ayəsində psixoloji bir mövzuya toxunulur və daha çox mənəvi tərəfdən təbii ki, toxunulur. Psixoloji tərəflərinə də, aspektlərinə də işarə olur. Bir ilahiyyatçı onu daha dərin anlaması üçün onun yanında bir psixoloji bilikləri də olmalıdır. Və yaxud da din ədəbiyyatında, hədis ədəbiyyatında bəzi mövzular var ki, sosioloji mövzulara toxunulur. Bir ilahiyyatçı onu tamlığı ilə anlamaq üçün, o mətndə hansı mövzulara toxunulur, onu bilmək üçün yenə bu mütləq olaraq sosiologiyanı da oxumalıdır. Bu daha deyə bilməz ki, mən ilahiyyatçıyam. Düzdür, ilahiyyat fakültəsində bu mövzular oxunulur. Ancaq daha dərindən onu anlamaq üçün o dini mətnin aid olduğu mövzuları da oxumalısan. Ona görə mənə görə bir ilahiyyatçının öyrənməli olduğu ən ömrə mövzulardan biri psixologiyadır, sosiologiyadır, fəlsəfədir. Bunu yəni dərindən oxumalıdır. Bu tərəfdən də bir psixoloqun da mütləq olaraq olmazsa olmaz öyrənəcəyi mövzulardan biri də ilahiyyatdır. Nəyə görə? Çünki təsəvvür edin ki, sən psixoloqsan.
psixoloji təhsilin var, ancaq dini təhsilin yoxdur. Və sənin yanına bir dənə inanclı bir insan gəlir. Sən bu inanclı insana ancaq özünün bildiyi psixoloji cəhətdən sən yanaşsan, bu insanı qaçırdacaqsan. Mənə o qədər insanlar müraciət edir ki, inanclı bir insandır, deyir, psixoloqun yanına getdim. Onun dediyi fikirləri adam qəbul eləmir və bir mənəvi bağ onunla yaranmır. Məsələn, bu bəzi hallar görür. Bunun üçün bu dini təcrübədir, psixoloq üçün bu hallyusinasiyadır. Sən o insana hallyusinasiya tərəfindən baxa bilməzsən. Bir də bunu psixoloji ədəbiyyatda da var da. Ümumiyyətlə dini toplumun çox olduğu yerdə psixoloq istər-istəməz dini baza bilikləri olmalıdır. Çünki qarşında olan sən şəxsi o müraciətçini, hansı ki inanclıdır. Sən onu anlamağın üçün sənin inanclı necə hiss eləyir, inanclı necə düşünür, inanclı bu sözü nəyə görə dedi, ümumiyyətlə inanc ailə modeli necədir, inanclı insanın cəmiyyətə adaptasiyasında hansı problemlər var. Sən bunu bilmək üçün sənin mütləq olaraq bir dini bir bilgin də olmalıdır. Sən quru psixoloji bir baxışla sən heç bir zaman onu anlaya bilməyəcəksən. Onunla da bir empati qura bilməyəcəksən. Və yaxud da ki, bir ekstremist insanın, bir radikal fanat dindarın nəyə görə belə olduğunu və yaxud da niyə bunda bu problemləri yaşayırsan, bunu çözmək üçün sənin yenə də dini bir bilgin olmalıdır. Teoloji səbəbləri bilməlisən. Mütləq olaraq onu bilməlisən. Bunun ümumiyyətlə beyni necə işləyir? Bu nəyə görə bu problemi yaşayır? Bu nəyə görə belə düşünür? Niyə belə davrandı? Sənə elə bir insanı gətiriblər və yaxud da valideyn yeniyetmə övladı var, radikal dini cərəyanlara qoşulub, bunun artıq beyni gedib də, bu insan tamam başqa cür düşünür, başqa cür danışır, başqa cür hiss eləyir. Sən bunu anlamaq üçün, bunun problemini həll eləmək üçün mütləq olaraq sənin dini bilgin olmalıdır. Bizim ölkəmizdə psixoloqların, indi hamısının yox, bəzilərinin ən ciddi problemlərindən biri budur ki, bunlar inanclı kəsimdən işləyirlər və inanclı insanın dərdinin nədən qaynaqlandığını bilmirlər və şablon öyrəndikləri hansısa qaydalarla bunların problemini həll etmək istəyirlər. O da effekt vermir. Nə qədər belə insanlar tanıyıram ki, inanclıdır, psixoloqun yanına gedib, birinci görüşdən sonra artıq onun yanına getmək istəmir. Güvən yaranmır və ya bu düşünür ki, bu məni anlamır. Və bu inamsızlığı çözmək üçün psixoloq mütləq olaraq o necə düşündüyünü bilməlidir. Bunun üçün də bir ilahiyyatı mütləq olaraq oxumalıdır. Yenə də deyirəm, yəni bu inancı qəbul etmək məsələsi deyil. Bizim ən ciddi problemimiz odur ki, bilmək məsələsidir. Yəni dünyanın hansısa bir dənə muzeyinə gedirsən, oradakı olan o incəsənət nümunələrini anlamaq üçün sən dini bilməlisən, din tarixini bilməlisən, sən İncili bilməlisən və yaxud da İrlandiyada Dublində muzeylərə gedirsən, görürsən ki, Sədinin kitablarından hansısa orada illüstrasiyalar var. Və yaxud da Vaşinqtonda sən bunu görürsən. Sən onu anlamaq üçün və yaxud da bir xristian araşdırmacı və yaxud da bir ziyarətçisi gəlib onu anlamaq üçün mütləq olaraq bu bilməlidir ki, orada Meyrac səhnəsi var. O Meyrac səhnəsində nə demək istəyir? Orada simvolika nədir? Onu anlamalısan. Bu önəmli bir mövzudur. Psixoloqda həmçinin bunu kimi. Sən bir ilahiyyatçı, bir dindar bir insanı anlamaq üçün mütləq onu bilməlisən. Bir beynimə bir məqamı deyim. Məsələn, Milanda Leonardo da Vinci'nin bir dənə bir əsəri var, Son Şam yeməyi. Məsələn, Son Şam yeməyində orada göstərilir ki, İsa Məsihdir və İsa Məsihin yanında 12 dənə apostolu, həvarisi orada dayanıb və sən əgər dini mövzunu bilməsən, bu şəkil sənə nə verəcək? Heç nə. Deyəcəksən ki, ortada uzağı İsa Məsihi tanıyacaqsan. İsa Məsihdir, yanında 12 dənə şəxs dayanıb, hərəsi fərqli-fərqli simada durub, yaşlı kişilərdir. Masanın üstündə orada nəsə bir içki var, bir də çörək var. Bitdi. Sən artıq heç nə görmürsən. Ancaq sən bilsən ki, Da Vinci burada Son Şam yeməyində İsa Məsihin o həvarilərinə dediyi son bir sözü var. O sözü deyən zaman onların psixoloji portreti orada əks olunub. Çünki o şam yeməyində onlara deyir ki, sizin içinizdə bir dənə xain var. Bax, həmin sözü deyəndə 12 nəfərin reaksiyası orada. Təəccübləri. Biri təəccüblənir, biri heyrət içindədir, biri şokdadır. Sən məsələn İuda kimdir? İudanı sən tanımasan, sən orada o personajı tuta bilməyəcəksən. İuda hansıdır? Onun İsa Məsihin, deməli İsa Məsih üzünü döndərir sol tərəfə. İuda onun sağ tərəfindədir. Və orada İudanın reaksiyası
görən bu bilirmi mənəm fikridir. Elə bil bu satqındır, bu xaindir. Və indi İsa Məsih deyir və o qorxu içindədir ki, görün mənim adımı çəkəcəkmi? Bunu psixoloji portretini verib. Bir də əlində bir dənə torba var. Əlində bir dənə kisə tutub. Onun içində əslində İsa Məsihi satmaq üçün aldığı orada pul sikkələrində torbanın içindədir və bu qaçmaq istəyir sanki. Elə bil ki, o 11 apostoldan bu özünü çəkir belə kənara, bir qəribə bir formada baxır ki, bu dəqiqə işimin üstə asılacaq. Biri daha çox heyrətlənir, biri təəccüb eləyir, biri biraz özünə şübhə eləyir. Çünki bunun içində də müəyyən qədər bir şübhə olub da, deyir, bəlkə məni qəsd eləyir. Yəni sən bunu bilməsən, heç bir zaman o şəkildən sən həzz ala bilməyəcəksən. Dəyəri olmayacaq. Dəyəri olmayacaq da. Bu sadə bir örnəkdir. Burada sənin xristian olmağın lazımdırmı? Yox. Mən bu mövzunu bilirəm, ancaq bu xristian inancında deyiləm. Ancaq mütləq olaraq mən İncilin o hissəsini oxumalıyam. İuda xristian yanaşmasında kim olub, necə olub? Çünki İslami yanaşma orada fərqlidir. Bunu sən bilməlisən, bu təbii bir şeydir. Və burada da yenə də indi o psixoloji mövzudan danışırıq. Yaxşı bir psixoloq mütləq olaraq dini təcrübəni bilməlidir. İlahi dindarların nə hiss keçirdiyini bilməlidir, dini mövzuları bilməlidir. Ola bilsin ki, bu insan ateistdir. Yəni ən azı öz peşə gərəyi olaraq bunları öyrənməlidir. Qəbul eləməsə. İndi bunlar öyrənsə ilahiyyatçı oradan deyə bilərmi ki, bu psixoloq artıq bizim çörəyimizi əlimizdən almaq istəyir. Yəni burada psixoloq o birisinə etiraz eləyirsə, burada artıq özünə də bir etiraz eləməlidir ki, mən ilahiyyatı artıq başlayıram öyrənməyə. Çünki iş gərəyi müəyyən qədər yerdə bilməlidir. Rövşən müəllim, çox təşəkkür edirəm sizə. Həqiqətən çox maraqlı mövzu oldu və çox şey öyrəndim bu mövzuda mən də doğrudan da. Çox təşəkkür edirəm sizə. İnşallah ki, izləyicilərimiz üçün də maraqlı olur. Mən təşəkkür edirəm. Gözəl veriliş alındı. Əminəm ki, izləyicilər də faydalanacaq. İnşallah. Əziz dostlar, bugünkü qonağımız teoloq, psixoloq və yazıçı Rövşən Abdullaoğlu idi və bu gün ruhaniyyət və psixologiya haqqında danışdıq.